Hər vaxtınız xeyir kanal izləyiciləri. Əgər video önünüzə çıxıbsa, bəyən butonuna basıb rəy yazmağı unutmayın. Çünki bu bizim kanal üçün çox vacibdir. Və Oriflame şirkətindən sifarişlərim gəlib. İstəyirəm bu sifarişlərlə sizi tanış edeyim. İlk öncə başlamaq istəyirəm Eclat Festival ətrindən. Bu ətri mən Oriflame'da daha öncə olmuşdu. Divine Idol ətrinə bənzətdim. Özüm istifadə edirdim və çox bəyənirdim. Ona görə bir neçə dənə sifariş eləmişəm. Həm də endirimi yaxşı idi. Həm özüm istifadə edirəm və düşünürəm ki, istəyənlər olacaq. Daha sonra sifariş eləmişəm Essence Co seriyasından bədən üçün losyon və duş geli. Bunlar məndə sifariş idi. Bilirsiniz ki, bu xüsusi seriyadır. Ətrini çox bəyəndim. Armud və paxla ətri idi. Teksturu da çox gözəldir. Anında hopur. Daha sonra Giordani konsiler məndə sifariş idi. Əgər göz altlarınızda yığışmayan və təbii görünüş bəxş edən konsiler istəyirsinizsə, bu məhsul sizin seçiminiz ola bilər. Sifarişlərim içərisində daha sonra Nor seriyasından antiperspirantlar endirimdə idi. Ona görə bir neçə dənə sifariş elədim. Və daha sonra Miss Giordani antiperspirant və Labneçə seriyasından bir ədəd əl kremi sifariş elədim. Even Out seriyasından bilirsiniz ki, yazda, dərimiz yazda ləkələməyə daha çox meyilli olur. Ona görə ləkələrlə mübarizədə belə bir seriyamız var, Even Out. Onun gündüz kremini sifariş elədim. Həm də SPF tərkiblidir. Uşaqlar üçün diş fırçası sifariş elədim. Bir də yeniliyimiz var idi. Üz üçün vakuum masaj aparatı. Özüm üçün sifariş eləmişdim, çox bəyəndim. İlkin istifadədən dərimin rəngini açdı və yüngül qırışları mənə elə gəlir ki, hamarladı və düşünürəm davamlı istifadə edəndə nəticəsini görə bilərəm. Material yaxşı idi və bundan istifadə etməyi bacardım. Yəni, hər bir qadın kosmetoloqa getmədən evdə özü üçün istifadə edə biləcək düşünürəm. On Color seriyasından belə bir dodaq boyası nude tonunda sifariş vermişdim və digər çəhrayı tonda belə bir dodaq boyası sifariş vermişdim. Bundan biri sifariş idi. Bugünlük bu qədər. Növbəti videolarda görüşürüz.